Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya beni Adem huzu zinetekum inde kulli mescidin ve kulu veşrabu ve la tusrifu innehu la yuhibbul musrifin. Sadakallahul aliyyul azim. Aziz mümin kardeşler, bu güzel Allah evinde, Əhl-i Beytin qapısında Allah'ın salamıyla her birinizi salamlayıram. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Ve Allah Teala'dan acizane arzum her birimiz için, her bir Müslüman için ilahi perverdigar-ı alem bizim her birimizi təqvada sabit qədəm qərar ver. Perverdigar-ı alem cüməmizi bizim için, her birimiz için mübarek qərar ver. İlahi Perverdigar-ı alem ibadet ve itaati bizlerden kabul eyle. İlahi ömrümüzün ahırına kadar emin amanlıkta ve imanla yaşamakta her birimize kömək ol. Perverdigar-ı alem ruzimizi bol qərar ver. İlahi xəstəliklərlə bizi bu dünyada imtihana çəkmə. Perverdigar-ı alem keçən günlerimizde ne ki günahlarımız var, onların bağışlanmağında her birimize kömək ol. İlahi gelen günlerimizi keçən günlerimizden daha hayırlı, daha güzel qərar ver yine. İlahi bizleri aile yanında xəcalətli eləmə. Perverdigar-ı alem senin yolunda daha çok üst olmakta, sadık ve güzel haya libasını giyinmekte bizlere kömək ol yine. İlahi Perverdigar-ı alem Şaban ayının ilk cüməsidir, mübarek bir günlerdir. Duaların kabul olunan ayıdır. İlahi sana an verirəm celal ve izzetin xatirinə. Şaban ayında ne ki güzellikler var, her birimize ve her birimizin ailelerimize onu kısmet karar ver ki. Bütün dualarımızın kabulü için Muhammed ve Ali Muhammed salavat zikirleyelim. Doğrudan da bu ay Şaban ayıdır. Bu ayda ibadet etmek, dua etmek, hemsena etmek, Allah Teala ile öz aranda olan bir əlaqəni daha da sıx, daha da möhkəm, daha da güzel, daha da Allah üçün bəndəçilik kapılarını açmaq üçün bir imkan, bir fürsət yaranıb hər birimiz üçün. Her bir Müslüman için, her bir burada eyleşen için bir imkan, bir fırsatdır ki daha da sık olaq Rabbimizle. İman neticesinde insan o zaman Allah Teala'ya daha yakın olabilir ki bir o kadar özünü düzeltebilsin. Bir o kadar da imkanı dahilinde imana taraf yön alsın. İnsanlığa tərəf yön alsın, mərifətə tərəf yön alsın, dərk etsin bu dünyanı və ahirəti. Necə ki, hər zaman biz qunutda bu cür dua edirik. Rəbbənə, ey mənim Allahım, ey Rəbbim, ey Xaliqim, ey Yaradanım, ətinə, verginən, fid dünya həsənətən. Bu dünyada mənə yaxşılıqlar ver. O yaxşı ki sen onu beğenirsen, sen onu yaxşı bilirsen, bizim her birimize onu ver. Düz, bu cür dua edirik. Rabbena atina fid dünya hasenete. Sonra deyirsən, ve fil ahirete hasene. Ve benim ahiretimi de xeyirli qərar ver. Ve qina azaben nar. İlahi, o azab ki var, vədə vermişsən kafirlərə, vədə vermişsən yolunu azmışlara, vədə vermişsən səni inkar edənlərə, ilahi, küfr edənlərə, ya Rabbim Allah, o cərgədən bizi qəbul etmə, o cərgədən bizi ayrı sal, Ya Rabbim Allah, senin salih olan bəndələrindən, senin gözəl, sənə layiq
ibadette ve itaette olan peygamberlerin olup, Ya Rabbim o cür insanlardan bizi karar ver yine. Şaban ayında Emir-el-Müminin bu cür dua ederdi. Allahümme salli ala Muhammedin ve ali Muhammed. İlahi perverdigar-ı alem, peygamber ve ali peygambere salam de. Vesma' duai izâ da'avtuke. İlahi vesma' duai. Senden xahişim budur. Emir-el-Müminin bu cür dua ederdi Şaban ayında. Vesma' duai. Bəs mənim duamı qəbul et. Mənim duamı eşit ya Rabbim Allah. İzâ da'avtuke. Əgər mən sənə dua edirəmsə, çağırışım sənsənsə xaliqim, mənim o duamı qəbul et məndən. İlahi bu Şaban ayındadır. Mən Şaban ayında ibadət və itaətdən məşğulam. İlahi elə ki səni çağırıram. İlahi səni ki yada salıram. İlahi səndən ki xahiş edirəm. İlahi sənə tərəf gəlmişəm. İlahi çağırıram o çağırışıma, mənim çağırışıma, mənim dualarıma, səsimə səs ver yine. Bu cür dua edir. Siz də əyləşmişsiniz bu gözəl Allah evində, Əhl-i Beytin qapısında. Dua edin. Allah Teala'dan isteyin dünya ve ahirətiniz üçün. Çünkü bu dünya keşmekeşlidir. Her zaman da görürsünüz, özünüzde haberiniz olur ki daha da pise doğru, daha da çetinliğe doğru. Ama her biri için Allah Teala imtihan koyup ve sınağı vardır. Ama Şaban ayı gelip, bu ayda insan özüne bir qayıdış etmelidir. Öz əməllərinə bir fikir vermelidir. İnsan bir yere hazırlaşanda, mühüm bir insanla görüş zamanında baştan ayağa her bir paltarına, giyimine, üstüne fikir verir. Bu Şaban, Recep ayları da Allah Teala ile görüş için hazırlık dönemidir. Ramazan için müqəddimədir. İnsan öz zahirine bir bakış etmelidir. Baxmalıdır, özünə bir baxış etməlidir ki, görün mən necə varam. Ondan sonra öz iç aləminə, batininə nəzər salmalıdır. Danışmağına, gözünə, qulağına, əlinə fikir verməlidir. Rəftarına fikir verməlidir. Qulağı eşitdiyinə fikir verməlidir. Gözü nə görürsə ona fikir verməlidir. Və yaxud da nə danışırsa ona fikir verməlidir və onda bir düzəliş aparmalıdır. Emir-el-Müminin deyir ki, Vesma' duai. İlahi mən sənə tərəf üzümü tuttum, mənim duamı elə ki sənə çağırıram, ilahi xahişim budur ki mənim duamı eşit məndən. Mən istəyirəm, yalvarıram səndən, mənim duamı eşidəsən, mənim səsimi eşidəsən ya Rabbim Allah. Bu cür dua edir. Və əqbil aleyyə izə naceytuka. Səninlədir gizlin dua edəndə mənim o gizlin dualarımı məndən eşit və məndən onu qəbul et. Mənim haqqımda. Və ta'lem ma fi nefsi. Sen benim kalbimde olanları bilirsen. Ve ta'lem. Sen bilensen ya Rabbim Allah. Ey Haligim, perverdigarım. Sen bilensen, haberdarsan, ilim sahibisen. Ma fi kalbi, ma fi nefsi. Benim nefsimde, kalbimde neler geçir. Benim için, dünyam için, ahiretim için, dinim ve imanım için neler geçir, sen ona şahitsen, sen onu bilirsen perverdigarım alem, sen bana kömək ol kinan. İlahi in haremteni femen zellezi yerzukuni. Deyir perverdigarı alem, ilahi eğer sen beni məhrum etsen, haremteni, bir şey bu dünyada olan bazı şeylerden beni məhrum etsen, kim bana ruzi verer ilahi? İlahi in haremteni femen zellezi yerzukuni. Senden başka bir var mı? Bir ilah o mənə o ruzini versin. İllah ki sensen ve senin elinden olur o. Ve bu cür dua edir. Öğretir bize de ki duanın terzin Allah tarafından kabul olunması için insanın düzelmesin, düzelişin gösterir. Ram olmasın gösterir. Tekebbür bir şekilde değil. Veyahut da 2 rükət namaz qıldım, ondan sonra yox məndən yoxdur. Gecə namazı qıldım, məndən yoxdur. Hafizi Qur'ana məndən yoxdur. Yox, elə deyil. Onun değer ve kıymetini ilah, yani Allah'ımız, Rabbimiz, Halikimiz, perverdigar özü verir. Sen ona verebilmezsen o kıymeti. O kıymetin alınması için de senin Kur'an'a gitmelisin. Kur'an'dan öğrenmelisin. Her ne varsa Kur'an'dan özün üçün, öz dünya ve ahiretin üçün, ışık saçmak için yolu var.
Bu dünyada qaranlıq yolları var, işıq saçmaq üçün Qur'an Allah Teala bizim üçün göndərib Peyğəmbər vasitəsilə. Onun vasitəsilə işıqlandırmaq lazımdır öz həyatımızı, dünya və ahirətimizi. Allah Teala hər birimizin dünya və ahirətimizi abad qərar versin inşallah. Sonra buyurur və in xəzəltəni fəmən zəlləzi yansuruni, və əgər sən məndən üz döndərsən, İlahi deyir, əgər sən məndən üz döndərsən, kim mənə kömək edər? Səndən başqa bir kömək qapısı mən tanımıram. Mənim tanıdığım qapı sənin qapındır. Ondan başqa bir digər qapı mən tanımıram. Sən mənə kömək ol. İlahi, əuzu bikə min qəzəbikə və hululi səxətikə. İlahi, sənin qəzəbindən və əzabının nazil olmasından sənə pənah aparıram. İlahi, mən deyir, sənin qəzəbindən sənə pənah aparıram, ya Rabbim Allah. Pənah aparan bir digər qapım yoxdur. Hər nə nazil edərsənsə mənim üçün, hər nə vedərsənsə ilahi səndəndir. Amma qəzəbindən sənə pənah aparıram. Digər bir qapı tanımıram mən. Mən səndən istəyirəm köməyimi. O köməyi məndən əsirgəmə. İlahi, in kundu qeyri müstəhilin li rəhmətikə. Deyir, ilahi pərverdigarı aləm. Əgər bu dünyada mən sənin rəhmətivə deyir, layiq deyiləmsə, fə əntə əhlu ən təcudə aleyyə bi fəzli səatikə. Lakin sən mənə bəxş etməyə layiqsən, deyir. Sən layiqli bir varlıqsan, ilahi pərverdigar, ilahsan, Allahsan, deyir. İlahi, mənim səndən başqa bir çarəm yoxdur, başqa bir gedəsə yerim yoxdur. Sonra buyuruyor ki, ən yaxşısı və buradır. Deyir, İlahi, qəd sətərdə aleyyə zunubə fi dünya və ənə əhvəcu ilə sidrihə aleyyə minkə fil ahirəhə. İlahi, sən deyir, mənim bu dünyada etdiyim o günahların üstündən deyir, bir pərdə çəkmişsən. İlahi, sən o Allahsan ki, mən günah etmişəm, mən səhv buraxmışam. Amma sən onun üzündən insanlar, yanımdakı olan insanlar bilməsin deyib, mən sənin üstündən deyir, pərdə çəkmişsən. Mən sənə yalvarıram, deyir, İlahi pərverdigarı aləm. Qiyamət günündə də insanların huzurunda, o həşr günündə İlahi, bütün hər bir şey açıq, aşkar üzə çıxanda həmən günahlarımın üstündən İlahi yarı pərdə çəkəsən deyir. Səndən başqa onu çəkən olmaz deyir. İlahi, mən sənə onu istəyirəm deyir. İlahi, qəd əhsəntə iləyyə izləm tuzhirha li əhədin min ibadikə salihin. İlahi, layiqli bəndələrin qarşısında mənim günahlarımı deyir, örtməklə mənə yaxşılıq etdin. Fəla təfzəhni yevməl qiyamə alə rüusil əşhadi. Elə isə deyir, qiyamət günündə, qiyamətli insanların qarşısında mənimdir, rüsvay etmə məni deyir, pərverdigara. Bu cür dua eləyiblər bizə nümunə qoyublar. Yəni duamız bu Şaban ayında bu cür olmalıdır. Çoxdur bu dua. Mən onun qısa bir şəkildə bəzi yerlərdən götürdüm ki, sizlərlə paylaşam və o duanın tərzin özüm də öyrənəm. Sizlərlə bərabər kitablarda əlhamdülillah vardır. İnsan eləyə bilə, imkan tapa. Yəni bu dünya aləmindən, o boşluqlardan, boş keçirdiyi o vaxtlardan istifadə eləyə, mükəmməl bir şəkildə özü ilə Allahın Rəbbi arasında bir körpü yarada, bir istilik yarada, sığına Rəbbinə, xaliqinə, pərverdigarına. O zaman o insanın halı çox gözəl olmuş olar. Allah'a and verə, cəlal və izzəti xatirinə Allah Teala bizi o cür insanlardan qərar versin inşallah. Muhammed və Ali Muhammed salavat zikr edin. Sözümün əvvəlində ümumiyyətlə bugün həm Şaban ayı, həm bayramdır. Mən bayramlardır daha doğrusu. Mən fürsətdən istifadə edib ağalar ağası Kərbəla şəhidi İmam Hüseyin əleyhissalatu vesselamın bugün dünyaya gəliş günüdür, mövlud günüdür. Bu münasibətlə başda ağamız İmam Zaman ağa olmaqla dünya müsəlmanlarını və siz əzizlərimi səmimi qəlbdən təbrik edirəm və Allah Teala'dan arzum budur ki, Pərverdigar-ı aləm bizim hər birimiz
O ki bizim için nümuneler göndermişsen peygamberler ve ondan sonra Kur'an-ı Kerim ve bizim öz peygamberimiz ve onun ehli beyti bizim için nümunedir. İlahi güzel sahabeler ve o ehli beytten bugün Hz. Peygamber Aleyhisselam'ın ailesinde Emir el-Müminin ve Hanım Fatıma-tü Zehra'nın bahçesinde güzel bir oğlan uşağı dünyaya göz açır. Onun adını Hüseyin koyurlar ve Hz. Peygamberin sevinen bir günüdür. Ve isterdim ki Allah Teala bizi hak yolunda hemşe sevindirsin inşallah. Ve Allah Teala'dan arzum budur ki Allah Teala o ki bizim için Ehl-i Beyti nümune koyup Peygamberinin vasıtasıyla İmam Hüseyin Aleyhisselam'ın ve diğer imamların bu dünyada yaşayarken İslam'da, dinde olduğu nece onlar Allah'ı tanımakta ve Allah yolunda olmakta ve Allah için her bir şeyinden kesmeyinde uf demeden bu işleri görürler. Hem ilmiyle, hem səxavətleriyle, hem marifetleriyle, hem insanlıklarıyla, hem Allah Teala'ya tevekkülleriyle, hem dünya ve ahiretin nece olması, yaşam terzi nece olmalıdır bu dünyada, onunla Allah Teala bizi de onların ardıyca, onların qədəmlerine qədəm koyan insanlardan qərar versin inşallah. Oradan da bayramdır, bayram deyir, bayrama koşulup, hem de məhz Şaban ayının evvel günlerinde İmam Seccad Ali İbni Hüseyin Aleyhisselam dünyaya göz açıp Zeynül Abidindir. Bu münasebetle de sizlere tebrik edirəm ve Kerbela şehitlerinden biri de Hazreti Abbas Qəbəri Bəni Haşim İmam Hüseyin Aleyhisselam'ın ordusunun elemdarı, bayrakdarı ve onun yanında sonuna kadar, son nefesine kadar, son damla kanına kadar onun ve onun ailesinde, Ehl-i Beytinin yanında, Hakk'ın yanında karar tutan Ebu'l-Fazl Abbas Aleyhisselam'ın mevlud günleridir. Ümumiyyətlə bu mevludlar münasibetiyle siz əzizlərimi tebrik edirəm ve Allah Teala'dan arzum budur ki ilahi Perverdigar-ı alem bizi dünya ve ahiret Ehl-i Beyt'ten, Peygamberinden, Kur'an'ından ayrı salma. Bugünkü mevzumuz su hakkındadır. Suyun insana hayatta ne kadar vacip olduğunu her birimiz bilirik. A'raf suresinin 31. ayesinde Allah Teala buyurur: Ya beni Adem huzu zinetekum inde kulli mescidin ve kulu veşrabu ve la tusrifu innehu la yuhibbul musrifun. Ya beni Adem, Adem evlatları, huzu zinetekum inde kulli mescidin. Her zaman ki dir mescide gidersiz. Ey müminler, her zaman ki mescide teşrif buyurarsınız, cümle namazına gidersiniz. Huzu zinetekum, güzel giyinin, temiz giyinin, yaxşı giyinin, səliqəli giyinin. Neyiz varsa böyle Allah evine gelende Allah Müteala buyurur, güzel giyinin. Sonra deyir, ve kulu veşrabu, yiyin deyir Allah'ın halalından. Veşrabu ve için Allah'ın size gönderdiği o sulardan, o çeşmelerden. Ve la tusrifu, ama israf etmeyin. İnnehu la yuhibbul musrifun. Ve siz bilirsiniz ki sizin Rabbiniz israf edenleri hiç zaman sevmez. Su bir nimettir. İslam tarihinde birinci muharebe bilirsiniz ki Bedir muharebesidir. Bedir kuyularının etrafındadır. Hz. Peygamber Aleyhisselatü Vesselam'ın destesinde olanlar 300 neferden ibaret idi. Biraz az, biraz çok yazan da var. Sözüm önünde yok. Ama Mekke'den gelen Ebu Süfyan'ın ve Ebu Cehl'in koşununda olanlar 1000 neferden ibaret idi. Ondan çok da yazıldı. Sözüm yine de onda yok. Ama bunlar Mekke'den gelip Bedir kuyularını etrafında yerleştiler ve bütün kuyuları öz ellerine aldılar.
Amma 300 nəfərdən ibarət olan Peyğəmbər qoşunu gəlib yaxınlaşdılar. Çox böyük isti, quraqlıq, hətta o qədər istidir ki, torpaq belə çat-çat olub. Bir-birlərinə dedilər ki, ləşkər gör nə qədər çox və quyuları da tutublar öz əllərində. Bizim heç suyumuz da yox, yer belə aralanıb bir-birindən çatlayıb necə olacaq? Həzrəti Peyğəmbər nəzər yetirdi Rəbbinə, xaliqinə, pərverdigarına. Allah Teala o zaman İslamın əvvəl günündə, birinci döyüşündə qələbə çalması üçün həmən o yerə, Mədinəyə yağış yağdırdı. Hətta tarix yazır ki, o qədər yağış yağdı ki, bütün torpaqlardan, o ki çat-çat olmuşdu o yerlər, o torpaqlarda bir çalalar əmələ gəldi. Müsəlman qoşunundan olanlar quslun belə, şəhadət quslun o çalada olan sularla ala bildilər. O qədər su çox oldu. Su bu qədər, yəni insan üçün dəyərlidir və Allah Teala da haqq yolunda olan üçün suyu bu qədər dəyərli və qiymətli qərar verir. Həzrəti Musa Aleyhisselamın dönəmində bilirsiniz ki, Firon vardı. Firon da o zamanlar Allahlıq iddiasında idi. Bir zamanlar Fironun vaxtında, baxın, bu dediyim sözdə bir məntiq var. Bir Allahın bizə göstərdiyi bir əməl var, bir iş var ki, onu açıq aydın Quran-ı Kərimdə o zamanda baş vermiş bu hadisəni bizə göstərir və ondan biz ibrət götürməyi bizim üçün qalır ki, biz ondan necə ibrət götürə bilərik inşallah. Gəlir, quraqlıq başlayır Fironun dönəmində. Artıq insanlar dəstə Fironun sarayına doğru gəlirlər ki, bəs ya Firon, su yoxdur. Xırda çaylar başladı yavaş-yavaş qurumağa. Ta o vaxta qədər böyük çay, Nil çayı da belə qurumağa başladı. O zaman bütün insanlar deyirlər ki, Firon, bəs sən Allahsan, deyirsən ki, necə olur, necə Allahsan ki, bəs sən dua etmirsən ki, bu su gəlsin, bizim bütün tarlalarımız qurudu, puç oldu, bütün heyvanlarımız əlimizdən gedir, artıq hər şey əlimizdən çıxır. Bunu görəndən sonra dedi ki, bəs mənə 2 gün möhlət verin, bir neçə gün. Firon gecələri başladı artıq Rəbbi ilə, haqq olanla danışmağa. Dedi, ilahi pərverdigarı aləm, sən də bilirsən, mən də bilirəm ki, mən yalan deyirəm. İlahi, mən yalan deyirəm. Amma bu qədər insanı mən inandırmışam. Hətta yazırlar ki, həmən o 2 gün gecəsini Firon başı aşağı qaldı, dua etdi. Allah'tan bu cür istədi ki, ilahi Nil çayına nə ver? Su ver, su gətir. Allah Teala o suyu gətirdi o çaya. Və hamı da heyrət içində qaldı ki, necə oldu bəs? Firon dua etdi, əsil Allah məhz budur. Bir zaman ki, Musa Aleyhisselamı yanındakiları ilə bərabər təqib eləyəndə, həmən o dəryadan, o çaydan keçəndə Allah Teala əmr etdi ki, Musa və onun yanındaki, ona tabi olan, yəni onu, Allah'ı haqq bilənlər o yoldan keçsinlər. Elə ki, Musa Aleyhisselam yanındakilarla bərabər o çaydan keçəndən sonra, dəryadan keçəndən sonra Firon da öz qoşunu ilə bərabər onlara çatsın deyibən girdi dəryaya. Girəndə Allah Teala Firon dua etmişdi ki, həmən o su gəlsin, o su ilə onu o yerdə nə etdi? Qərq etdi sulara. Allah üçün olan iş başqa bir şeydir. Şeytan üçün olunan əməl başqa bir şeydir. Biz insanlara bir vaxt zamanında bizə düşündürmək üçün, fikirləşmək üçün Fironun öz duası ilə həmən o çayın dolması nəticəsində Allah'ın əmri ilə o çay 2 yerə bölündü. Musa və yanındakılar nizat tapdı, amma Firon və onun dəstəsi o çayda sulara qərq oldu. Necə ki, Həzrəti Nuh Aleyhisselama yenə Qur'an-ı Kərimə müraciət eləyəndə illər, uzun illər Nuh Aleyhisselam insanları haqqa doğru çağırış etdi, amma onun sözünə qulaq asan çox az oldu. Allah'ın əmri ilə, ya Nuh, gəmi tik. Hansı əzabla o gəmini tikəndən sonra zamanında olan insanlar Nuh Aleyhisselama
tənə edirdilər, lağlağı edirdilər ki, bəs bunun başı ola bilər ki, işləmir. Allah Subhanahu ve Teala dedi ki, ya Nuh, qulaq asma onların dediklərinə. Sən işivi gör. Bir zaman gələndə Nuh aleyhissalam öz əlləri ilə əllərini qaldırdı Allahın huzuruna. İlahi, mən bu xalqdan, bu tayfamdan, bu qövümdən artıq bezmişim ilahi. İlahi, bunlar bu qədər asidirlər sənə. İlahi, sən şahidsən, bunlar məni gecə narahat ediblər, gündüz narahat ediblər. İlahi, bunlar məni sənə görə vurublar, başımı yarıblar. İlahi, mənə olmazın əzab əziyyətlər veriblər. Ya Rəbbim Allah, bunların cəzasını tezliklə ver. Elə Nuh aleyhissalam bu duanı edəndən sonra Allah dedi ki, kim sənə qulaq asıbsa ailənlə bərabər və heyvanlardan götür gəmiyə min və hazırlaş ki, ya Nuh. Nuh aleyhissalam o cürdə etdi, mindilər gəmiyə və su başladı yağış yağmağa, yerdən çeşmələr açılmağa başladı, həm yerdən həm göydən su gəldi yerin üzünə, dünyanın üzərinə və gəmi artıq o suların üzərində üzməyə başladı. Nuh aleyhissalam gördü ki, oğullarından biri gəmiyə minməyib, qaçır dağa tərəf. Dedi, ey oğul, hara gedirsən? Dedi, dağa çıxıram. Dedi ki, bəs nə üçün? Dedi ki, xilas olmaq üçün. Dedi, bu o yağışlardan deyil, sən xilas ola bilməzsən. Dedi, əgər çatsa mənim yanıma, mən daha ən hündür dağa qalxaram. Amma sizlərlə bir yerdə olmaram. Dedi, əgər o dağa çatsa, dedi, ağaca çıxaram. Bunu görəndən sonra gördü ki, yox, oğlu öz iddiasından əl çəkmir, üzün döndərdi Pərverdigara tərəf ki, ilahi, o mənim ailəmdəndir. Sən axı söz vermişdin ki, sənin ailəvi qoruyacaqam. O zaman Allah Teala nə buyurdu? Dedi, ya Nuh, o sənin ailəndən deyil. Bilmədiyin şey üçün məndən bir şey istəmə. Onda Nuh aleyhissalam özünə qayıtdı. Dedi, ilahi, əuzu bikə. İlahi, mən istiğfar edirəm. Məni bağışla. Mən bilmədiyim şeyi səndən istədim. Ya Rəbbim Allah. Yenə Nuh aleyhissalam, baxın, Nuh aleyhissalam nə istəmişdi? İnsanların, hansı insanların? Qəzəbə düçar olan insanların, yəni Allah Teala'ya asi olan insanları Allah Teala'dan bəla istədi, Allah Teala da bəla verdi. Oğullarından biri də həmən Nuh aleyhissalamın istədiyi o suda qərq oldu, dünyasını dəyişdi. Firon Nuh aleyhissalamın yenə nə? Mövzu sudur. Amma əzizlərim, Həzrəti Əmir el-Müminin Əli İbni Əbi Talib aleyhissalam Süffeyn müharibəsində Muaviyə lənətullah Əmrasla bir yerdə qoşun, bunlar da ikinci tərəf. Süffeyn müharibəsində bütün çayların qabağını Muaviyə aldı qoşunu ilə bərabər. Bir ara keçmədi ki, Əmir el-Müminin hücuma keçdi qoşunu ilə, o suların olan yeri ələ aldı. Yəni bir neçə gün orada var ikən düşmən tərəfdən bir damla belə su əskərlərin heç birinə, heyvanlara belə verilmədi. Əmr oldu ki, suyun qabağını kəsin və heç kimə verməyin. İnsan və heyvan fərq etməz. Ancaq Əmir el-Müminin hücum edəndən sonra, o suların yerini əldə edəndən sonra sərkərdələr gəldi ki, ya Əmir el-Müminin, ya Əli, biz də düşmən kimi onlara və onların heyvanlarına su verməyək, dedi, buraxın, nə qədər insan gəlirsə, düşmən tərəfindən gəlib su aparsınlar. Baxın, budur həqiqət aləmində olan haqq insan. Budur haqqı ilə Rəbbini tanıyan. Hər bir insan olsa deyər ki, yox, indi mənim əlimdədir, fikirləşərik bu cür, mənim qabağıma, mənim qoşunumun qabağını kəsmişdi, su vermirdi. İndi ki, mən almışam, bu istidə bir neçə saatdan sonra, bir neçə gündən sonra mən onlara su ilə qalib gələ bilərəm. Əmir el-Müminin dedi ki, yox, biz o tərəf kimi deyilik. Biz o tərəf kimi Allahı tanımırıq. Biz o tərəf kimi bu dünyada yaşamırıq. Biz o tərəf kimi dünya və axirəti görmürük. Onların libası İslamdır, əməlləri şeytandır.
münafıqdır, Allah'ı sevməyəndir və Allah hak olan yola daş atan insanlardır. Suyun ağzını açın, her ne kadar ki o taraftan, düşman taraftan, ister insan olsun, ister heyvan olsun, gelip su apara bilərlər. Əmir el-Müminin Ali İbn Əbi Talib aleyhisselamın oğlu İmam Hüseyin Kərbəlada Ubeydullah İbn Ziyad'ın serkerdələrindən biri olan Hürr İbn Yezid Riyahi 1000 nəfərlə beraber İmam Hüseyin peygamber balası ailesiyle beraber Küfeye girmesin diye ben qabağın tuttu. Qabağın. Hazreti Hüseyin'in bugün viladeti olan İmam Hüseyin'in qabağın tuttu. Onda İmam Hüseyin gördü ki bunlar bu 1000 nəfər heyvanlarıyla beraber bu istidə gəliblər. Nəzər diqqət yetirdi, gördü ki bunlar çok susuzdular. Hatta heyvanları tələf olmaq ərəfəsindədir. Yanındakilerine dedi ki bizim su ehtiyatlarımız var. Karşı tərəfə su verin. Hem özləri hem heyvanları su içsin. Bilirdi imamətdə ilə ki bunları gönderen Ubeydullah İbn Ziyad'dır. Yezid tərəfindən göndərilib. Bilirdi düşmən tərəfdir. Eləyə bilərdi o suyu özü için saxlasın. Ama özü Kərbəlada Aşura günündə o balaları ilə beraber, xırda uşaqları ilə beraber, Ali Əsğəri, Ali Əkbəri ilə beraber susuz şəhid oldu. Dedi su verin onlara. Siz görmürsünüz onların heyvanları ne gündədirlər. Artıq köpüklənib onların ağızları. Onların əsgərlərini görmürsünüz. Onları dəvət edin. Su verin onlara, su. Məgər İmam Hüseyin bilmirdi ki bunun axırı hara gedəcək. O qədər də dərk eləmirdi, bilmirdi. Peygamber balası. Halbuki o insan Hazreti Peygamber xutbə edirdim Mədinə məscidində. Geldi 2-3 yaşında İmam Hüseyin yandı babasının qabağında, götürdü onu koydu dizi üstünde. Dedi innel Hüseynə misbahul huda və səfinətün nəcat. Dedi ey sahabeler, ey İslam'ı yeni kabul edenler, innel Hüseynə misbahul huda. Bu Hüseyin ki görürsünüz benim balamı, misbahul hudadır. Hidayet çırağıdır ve səfinətün nəcat ve nicat gemisidir. Bütün sahabelerine bunu dedi. Hemen Hüseyin idi Kərbəlada, onu şehit ettiler. O sözleri eşiden, o kulaklar ki eşitmişti, kar olmuştu o vaxtı. O gözler ki onu görmüştü, kör olmuştu o vaxtı. O diller ki danışmıştı onun hakkında, lal olmuştu hakkında, demirdiler hakkı. Hemen İmam Hüseyin, Hürr İbn Yezid Riyahi'nin koşununun üzbeüz gelende dedi onlara su verin. Su verin onlara, su. Dedi bizim öz ehtiyatımız, dedi Allah kerimdir. Verin su onlara. Koymayın onlar tələf olsunlar susuz. Yani su bu kadar değerli ve kıymetlidir. Ama yerini bilmek daha ondan güzeldir. Allah Teala buyurur ki ey insan, bu dünya ki görürsünüz siz bunu, bunun her bir güzelliğini sizin için yaratmışam. Ama onun istifadesi necə olmalıdır? Mən necə istifade etmeliyim? Ondan necə bəhrələnməliyəm? O yolu bize gösterir. Şaban ayıdır. Ramazan ayına gelirik. Her nefesimiz ona doğru gedir. Her göz kırpmamız ona doğru gedir. Her saatimiz Ramazana doğru gedir. İndi de bazı insanlarımız müstehəbi oruç tuturlar. Allah Teala oruç tutanların orucunu kabul etsin inşallah. Tutmayanların da duaların, ibadetlerin, itaatlerin kabul etsin. Ve onlara da bu günlerde hiç olmasa bir neçə gün oruç tutmağı nasip karar versin inşallah. Esas mahiyet itibarıyla biz insanların bugün danıştığımız bu mevzu insanın insan kimi formalaşmasında ve Allah Teala suyun misalını bizde Kur'an-ı Kerim'in özünde getirip çıkarttık Kərbəlaya ve Kərbəlada olan insan, hak tarafta olan, hakikat eşkiyle yanan insan necədir? Allah Teala ne beyan edibsə ilahi, mən sənin yolundan çıxmaram ve pis yola getmərəm, əyri yoldan getmərəm, karşımdaki o yoldan istifade edir. Halbuki bu insanlar ki var, hak yolunda var idiler, onlar da o əyri yoldan
karşıdaki olan insanlardan daha güzel, daha üstün bir şekilde istifade edebilirdiler. Ama etmediler. Niye? Allah için rizalillah, yani Allah'ın bir rizayeti olsun, Allah'ın bir inayeti olsun. Allah Teala yaxşı ile pisin arasında fərq koymak için Kur'an-ı Kerim'de yaxşılar deyir. Mesela sözümün evvelinde Kur'an ayesi ya beni Adem'e, Adem evlatlarıyla hitap edir, bütün Adem evlatlarına. Deyir ki ne deyir? Davet edir hara? Bütün Adem evladlarının dəvətidir hara? Məscidə dəvət edir. Gözəl libas giyinin. Hamını birliklə məscidə dəvət edir. Gəlin məscidə, səcdəgaha gəlin. Gəlin orada olun, amma gözəl libasda olun. Yeyin, için, amma israf etmeyin. Sizin Allah'ınız israf edəni sevmir. Başkasını onunla, o israf etməməklə, əlindəki olanla ona kömək et. Və onun misalında bizim peyğəmbərlərimiz, bizim imamlarımız, bizim salih ve siddik olan Allah'a hakkıyla ibadet eden insanlar olublar tarihte. Peygamber ve Ali Peygamber salavat giderler. Mülk suresinin 30. ayesinde Allah-u Teala buyurur ki قُلْ اَرَأَيْتُمْ اِنْ أَسْبَحَ مَاءُكُمْ غَوْرًا. Eğer diyor Allah Teala sizin kuyularınızda, çaylarınızda, denizlerinizde suyu yere hoptursa deyir, tamamen yok eləsə, deyir ya Peygamber insanlara, Müslümanlara, insanlara deyir, فَمَنْ يَأْتِيكُمْ بِمَاءٍ مَعِينٍ. Kim gələcək sizə o suyu vermeye məndən başka? Bir qeyrisi var mı? Məndən başka size o suyu veren, əta eden. Allah Teala əta ettiği nimetlerin qədrini biz bilmirik. Niye? O her zaman gözümüzün önündedir. O zaman değer tapır ki, o değer nimet elimizden çıxandan sonra. Can sağlığı da o cürdür. İnsanın bədenində, və yaxud da ata, ana da o cürdür. Və yaxud da ki, ailə dəyərləri de o cürdür. Və yaxud da ki, haya, abır, o da o cürdür. O gedəndən sonra onu bilirsən ki, ay mən nə qədər böyük bir şey itirdim. Və yaxud da su hər yerdə var. İndi israf edirik. Amma israf etməmək lazım. Hər bir şey, nəfəsimizi belə israf etməməyi Allah Teala sövq edir. Çünki deyir, hər bir şeydə, hər bir etdiyin əməlin hesabı var. Bizdən hesab alınacaq. Kimliyinə asılı olmayaraq. Çünki Allah Teala üçün bu qədər bağlanmışıq hər bir şeyə. Mən özümə deyirəm, özümü başda deyirəm. Bu qədər bağlanmışıq hər bir şey, bu olsun, olsun, bu olsun, olsun, bu olsun, olsun. Hələ bu olsunla ömrümüz sona gedir ha. Vallah ki gözümüzün önündə öz ata ve anamızı, öz yaxınlarımızı, öz əzizlərimizi, öz babalarımızı, özümüz, öz əllərimizlə atamızın, anamızın, babamızın kimliyindən asılı olmayaraq hər nə qədər imkanı, mülkü varsa da belə, cibində pulu varsa da belə, qolunda qızıl saati varsa da belə, ümumi çılpaqlığı ilə danışıram. Bunların hər birini doğmamız, ən əzizimiz dünyaya gəlməsi üçün onun soyuq dəyməsin, o xəstələnməsin, gecə-gündüz onun ağışında, gecə-gündüz onun fikrini çəkib, gecələr yatmamışıq, uşaq böyütmüşük, tamam, gəlib çatıb ora, həmən o dəyər verdiyimiz, qiymət verdiyimiz, hamıdan, hər bir şeydən qoruduğumuz o övladımız əlimizdən o saati çıxardacaq. Billah Allah belədir. Vallahi ki belədir. Hiçbir bala saxlamayacaq onu. Sənin cibində 10.000 varsa, 5.000 varsa, 200 manat varsa, 10 manat varsa, onu sənin cibində saxlanmaz. Bir kişi var ki desin ki saxlayar. Vallahi saxlanmaz. Biz bunu bilirik. Hər nə qədər də o qızıl da olsa, brilyant da olsa, ev, eşik de olsa, doğma, başkası yok. Bizim əzizimiz, gecə və gündüz onun üçün çalıştığımız, ömrümüzü ona fəda ettiğimiz insan. Can bala, niye dəydin? Gözünə belə bir şey oldu. Yıxıldın, xəstələndin, soyuq dəydi sənə, gecə gündüz bilmədən, hər zaman onun xidmətində dayanan bir valideyn bir gün gəlir ki, başı kürəyi dəyir yerə, gözləri baxır göy aləminə, o zaman həmən o övlad başlayır yavaş yavaş o insanın bütün olduqlarını etməyə,
bölüşməyə. Elə deyil. Bu belədir də bu. Başda mən olmağına biz kimdən artıqıq? Kimdən artıqıq? Kimlər olub bu dünyada? Nələri olub bu dünyada? Qalıbmı onlardan bir əsər əlamət? Yaxşı, Allah Teala buyuruyor. Ne deyir Allah Teala, bu dünya nedir? Kur'an-ı Kerim'de oyun oyuncaqdır. O imtihandan başqa. Oyun oyuncaqdır. Biz o Kur'an ayəsini oxuyuruq ama ona o qədər də fikir və diqqət vermirik. Ama Allah Teala buyurur ki, ey insan, ağıllı insan, tədəbbür et, fikirləş ki, ağlın olsun. Bu dünya oyun ve oyuncaqdır. Buradan apardığın senin xoş əməllərindir. Mənim xoş əməllərimdir. Düz əməllərimdir. Allahla düz olan yolumdur. Nə ki kimdənsə düşmənçilik etməyim. Nəsə ondan gecə və gündüz çalışım ki ondan artıq olum. Yox. Bunlar boş şeydir. Hər şeyə özümü aparım. Hər bir zülmü aparım. Hər bir haram aparım. Hər bir pisliği aparım ki tək onlardan digərlərindən artıq olum. Balam artıq olsun. Yaxşı geyinsin. Ama onu eləməklə də özümə nə inirəm? Cəhənnəmi öz əlimdən qazıram. Öz əlimlə qazıram. Öz əlimizlə qazırıq. Və qiyamət günündə Allah-u Teala buyurur ki, hesab verərsən mənə. Bu dünyanın halalında bir hesab var. O ki qaldı ki haram olsun. Ey Seyyid, Hacı, ey bəni Adəm, Adəm övladı, məgər Kur'an oxumadın, məgər görmədin, məgər hər ayədən bir ibrət götürmədin, məgər Firondan ibrət götürmədin, Nəmruddan ibrət götürmədin. İlahi pərverdigar-ı aləm, sənə and verirəm cəlal və izzətin xatirinə. Pərverdigar-ı aləm, bizi ixlasda olmaqda, həqiqəti görməkdə gözlərimizi aç ki. İlahi, bizim bu cümə günündə əllərimiz sənin dərgahına qalxıb, o əlləri naümid sinəmizə qaytarma. Pərverdigar-ı aləm, amin deyən dilləri məhşərdə lal etmə. İlahi, bu əllər ki sənin huzuruna qalxıb, əli boş sinəmizə qaytarma. İlahi, bu əllər ki sənin huzuruna qalxıb, İlahi, bu dünyada namərd üzünə açma. İlahi, ya Rabbim Allah, sənə and verirəm cəlal və izzətin xatirinə iltimas eləyənlər var. İlahi, dua istəyənlər var. İlahi, xahiş edənlər var. Burada əyləşənlərdən onlar amin çəksinlər. Onlar da dua etsinlər. Hər ağızda, hər bir nəfəsdə bir səbəb var. Ya Rabbim Allah, kimlərin ki müşkülü var, kimlərin ki iltiması var, kimlərin ki hacət və istəkləri var, kimlərin ki xəstələri var, kimlərin ki nə özü üçün, dünya və ahireti üçün istəkləri var, onların rəva olmasında şad olmaqları üçün ilahi hər birinə və hər birimizə kömək ol. Pərverdigar-ı aləm, qürbətdə olan qardaşlarımız var. İlahi, onların ailələrlə bir yerdə yaşayırlar. İlahi, heç yoxdan onlara kömək ol günə. İlahi, onların ruzilərin bol qərar ver günə. Müşküllərin asan qərar ver günə. İlahi, pərverdigar-ı aləm, evlərdə, xəstəxanalarda, xaricdə olan qardaşlarımız var, bacılarımız var. İlahi, onlar xəstəxanalarda cərrahi əməliyyatındadırlar. İlahi, halən və bundan qabaq olublar. Ya Rəbbim, sənə and verirəm öz izzəti və öz cəlalı və öz əzəməti və heç yoxdan onlara şəfa libasını giyindir ginən. İlahi, heç yoxdan onlara şifa ver ginən. İlahi, onları ailələri yanında xəcalətli eləmə. İlahi, onların balalarını gözü yaşlı qərar vermə ginən. Bari Xudaya, sənə and verirəm öz izzəti və öz cəlalı və öz əzəmətimin xatirinə. İlahi, ya Rəbbim, dünya və axirət bizləri avara qoyma. İlahi, qiyamət günündə bizləri xəcalətli eləmə. İlahi, pərverdigar-ı aləm, dünyaya və xüsusilə də müsəlman ölkələrinə əmin-amanlıq bəxş qərar verginə. İlahi, ələl xüsus Azərbaycanımızın səmasın həmişə açıq qərar verginə. İlahi, əmin-amanlıq içində yaşamağımıza bizə kömək ol ginə. İlahi, sən bizim Azərbaycanımızı qoru. Azərbaycanımızda yaşayan
Müslüman bacı ve kardeşlerimizin gün ve güzaranın yaxşı qərar verginə. İşlerin avan qərar ver. Ruzilerin bol qərar verginə. Onları digərlərinə, pis insanlara möhtac qərar vermə. İlahi pərverdigarı alem evi olmayanlara ev nəsib qərar ver. İlahi işi olmayanlara iş nəsib qərar verginə. İlahi imkanı az olanların imkanın çox qərar verginə. İlahi ya Rabbim Allah, Şaban ayıdır. Ya Rabbim Allah, dualar ayıdır. İlahi hacetler ayıdır. Sana an verirəm celal ve izzetin xatirinə bizleri sahibə zaman aleyhisselamın əsgərlərindən qərar verginə. Onun zuhurun təcil qərar verginə. İlahi bari Xudaya bizim ordumuzu, əskər və zabitlərimizi qoru ginən. Ölkə düşmənlərimizi həmişə məğlub qərar ver ginən. Bizim Azərbaycanımızı, ordumuzu həmişə qalib qərar ver ginən. İlahi pərverdigarı aləm bizim müstəqilliyimiz əbədi olsun. Hər kəs ki onun üçün çalışırsa, müstəqilliyimiz üçün çalışırsa, bu xalqın rifahı üçün çalışırsa, ki o cür insanlar var, ilahi sen özün o insanlara kömək ol. Amma hər kəs ki Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və bu xalqların dinc, firavan yaşamağını istəmirlərsə, kimliyindən asılı olmayaraq ilahi, onların imkanların əllərindən al. Bütün dualarımızın qəbulü üçün Peygamber ve Ali Peygamber salavat gidelim.